Hello everyone, herkese salam. Bugün mən Grade 5 Small Mathematics 5 Sinif 5 balaca kesəyi 5-i izah edəcəm. Gəl suallara, onların düzgün cavablarını baxaq. Sual 1. Choose the correct variant. Düzgün variantı seçin. On school days, I at 6. On school days yəni məktəb günləri. Məktəb günləri mən saat 6-da. Məktəb günləri saat 6-da nə edə bilərik? Oyana bilərik. Çünki məktəb günləri hamımız tez oyanırıq. Gəl cavablarda oyanmaq sözünü axtaraq. Run olmaz, qaçmaq. Go to bed, yatmaq olmaz. Play soccer, futbol oynamaq olmaz. Take a shower, duş qəbul etmək olmaz. Burada olacaq get up. 2. Choose the correct variant. Doğru variantı seçin. My favorite time of day is. Mənim günün, yəni burada günlə əlaqəli bir şey seçməliyik. Mənim günün ən sevdiyim vaxtı. Burada variantlarda günlə əlaqəli bir şey axtarırıq. Gəlin baxaq. A doll, gəlincik olmaz. Music, musiqi olmaz. Books, kitablar olmaz. A teacher, müəllim olmaz. Burada olacaq morning, yəni səhər. Mənim günün ən sevdiyim vaxtı səhərdir. 3. Choose the correct synonym to the word talk. Yəni talk, danışmaq sözünün doğru sinonimini seçin. Gəl baxaq. A. Play, oynamaq. B. Finish, bitirmək. C. Watch, izləmək. Olmaz. D. Chat, olar. Chat, söhbət etmək. Rest, istirahət etmək olmaz. 4. Choose the correct antonym to the word ask. Ask, yəni soruşmaq sözünün doğru antonimini seçin. Gəl baxaq. Answer, study, rest, hope və start. Burada doğru olacaq ask'in antonimi, yəni soruşmaq sözünün antonimi olacaq cavablamaq. Yəni soruşmaq və cavab vermək. Keçdik sual 5-ə. Choose the correct preparations. 1. The morning. 2. Wednesday. 3. One. Gəlin baxaq. The morning. Günlər, yəni günlərin vaxtında the morning, the evening, the afternoon. Bunlarda in verəcəyik. In the morning, in the afternoon, in the evening. 2. Wednesday. Günlərdə, yəni Wednesday 3-cü gündür, çərşənbə. Günlərdə, məsələn, Monday, Tuesday, Wednesday bunlarda 10 verəcəyik. 3. Saatlarda isə at verəcəyik. İndi gəlin baxaq hansı doğru gəlir. 1. C. 2. A. 3 də B. Doğru cavabımız olacaq B variantı. 6. Write the words in the correct order and make up sentence. Sözləri doğru ardıcılıqla sıralayın və cümlə qurun. Gəlin baxaq. Take we in the morning, in morning a shower the. Burada birinci gələcək mübtəda, yəni we. We də söz 2-dir. Gəlin onda 2 ilə başlamayanlar çıxaq. Qaldı A və C variantlarımız. Sonra ikisində də görürük ki, mübtədən sonra feil gəlir. Yəni ikisində də sonra 1 gəlir. Amma sonra 6 və 5 fərqlidir. Baxaq. We take burada olacaq. We take a shower in the morning. Yəni olacaq 2, 1, 5, 3, 6, 3, 4. 3, 6, 4. Yəni doğru cavabımız olacaq C variantı. 2, 1, 5, 3, 6, 4. 7. Raise the question words what were in the given sentence.
Verilən cümlələrdə what, yəni nə, where, hara sual sözlərini doğru yazın. Baxaq. Is your favorite song? Sənin sevimli musiqin. Burada yəni sənin sevimli musiqin haradır? Olmaz. Sənin sevimli musiqin nədir? 2. Burada da olacaq do you live? Yaşarsan. Where? Yəni harada yaşarsan. 8. Match the words correctly. Sözləri düzgün birləşdirin. Have, take, go. Home, breakfast, the bus. Have var deməkdir. Take götürmək. Go getmək. Home ev, breakfast səhər yeməyi, the bus avtobus. İndi gəlin birləşdirək. Burada have olacaq breakfast. Have breakfast yəni səhər yeməyi yeyirəm mənasında. Take burada olacaq take the bus, yəni take the bus avtobusa minmək mənasında. Go home evə getmək. 9. Write the given sentence in interrogative and negative forms. Verilən cümləni sual və inkar halında yazın. Bax, we watch TV on weekends. Biz həftə sonları televizora baxırıq. Burada olacaq sualı. Gəlin birinci sual yazıq. 1. Do we watch TV on weekends? İki. Burada da olacaq inkar halını yazırıq. We don't watch TV on weekends. 10. Read the passage and answer the questions. Mətni oxuyun və suallara cavab verin. Gəlin baxaq. On school days, Ramin gets up at 7 in the morning. Məktəb günləri Ramiz səhər saat 7-də oyanır. He washes his hands and face, brushes his teeth and has breakfast. O əllərini və üzünü yuyur, dişlərini fırçalayır və səhər yeməyi yeyir. At 7:45 he leaves home and goes to school. Saat 7:45-də o evdən çıxır və məktəbə gedir. He is in the 5th form. O 5-ci sinifdir. He has 5 lessons today. Onun bugün 5 dərsi var. The Azərbaycan language, literature, maths, English and music. Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, ingilis dili və musiqi. He studies English well. O ingilis dilini yaxşı oxuyur. He has good friends in his class. Raul and Asim. Onun sinifdə yaxşı dostları var. Raul və Asim. Raul is good at maths. Raul riyaziyyatda yaxşıdır. Asim is fond of Azərbaycan literature. Asim Azərbaycan ədəbiyyatında yaxşıdır. They help each other in their lessons. Onlar bir-birlərinə dərslərdə kömək edirlər. When their lessons finish, he comes home and has lunch. Onların dərsinə vaxt bitəndə o evə qayıdır və günorta yeməyi yeyir. After rest, istirahətdən sonra, he starts to do his home tasks. O öz ev tapşırıqlarını yazmağa başlar. Gəlin suallara cavab verin. When does Ramin get up in the morning? Ramin səhər saat neçədə oyanır? Bax, mətndə də verilib saat 7-də. B variantı. Who studies math well? Kim riyaziyyatı yaxşı oxuyur? Burada olacaq Raul. Write at least 3 plural nouns.
Hə. Ən azı 3 cəm isim yazın. Gəlin baxaq, mətndən tapaq. Burada birisi olacaq. Lessons. Sonra o birisi ola bilər. Friends. Sonra da ola bilər ki home tasks. Yəni ev tapşırıqları. 4. Write the antonym to the word bad from the passage. Mətndən bad sözünün antonimini yazın. Bad nə deməkdir? Pis. Burada da mətndə gördüyünüz kimi good verilmişdir. This has a good friends. Burada da olacaq good. Okay, see you later. Goodbye.